Hər vaxtınız xeyir dostlar, hər kəs xoş gördük. Bu günlərim mən Əl-Ədalətli Kürdaxana kəndindəyəm. Bəli, Kürdaxanada toy evi, gözəl bir məkandayam. Bu günləri dəyərli sənətkar, dəyərli insan Hacı İlhamın 60 illik yubileyinə yığışmışıq. Həqiqətən də möhtəşəm gündür və əlbəttə ki, bu möhtəşəm gündə Hacı İlhamın dəyərli dostları, yaxınları burada olacaqlar və ona görə də maraqlı anlar irəlidə dostlar. Burada bir çox musiqiçilər olacaq, demək olar ki, qaymaqlar bu günləri buradadır. Mənim də çəkilişim varsa, mütləq onlara söz verməliyəm. Bizi izləyin, izləməyə davam edin. Həcini təbrik edirik, hamımız xeyirli uğurlu olsun. Uzun ömür, can sağlığı arzu edirəm, qardaş. Allah sağlığı versin, Allah can sağlığı versin. Bugün meydanda. Xoş gəlirsən qardaşım, var olarsan. Hər zaman gözəl günlərdə, şad günlərdə və səni təbrik etmək istərdik. Həcəyə uzun ömür, can sağlığı, Allah qardaşlıqdan, böyüklükdən eksik eləməsin. Oyun olsun ki, 80, 90, 100 illiyinə qeyd edir. Amin. Qardaşlarımız da başda. Hayır, Həcə bizim qardaşımızdır, böyük qardaşımızdır. Həcə bizim ürəyimizdir, dəyərli qardaşımızdır. Dəyərli sənətkardır. Allah sənə var olasın. Allah köməyin olsun. Qardaşımız, mən istədiyim dostlar ki, zəhmətkeş oğlandır. Yəqin ağanın çəkişlərini eşidənlər hamısı bilir, görüblər. Yəni onun haqqında danışmağa, yəni bir kitab danışmaq olar. Ona görə sadəcə baxın, izləyin. Var olasın. Azam. Öpürəm səni. Hər vaxtınız xeyir, əziz qonaqlar, əziz dostlar. Hər kəs salamlayıram mən də. Hacı bir çox məsələləri vurğuladı. Hacı ilə biz bir neçə ildir ki, qonşuyuq. Yəni qonşu bilirsiniz ki, insanın dar günündə uzaq qohumdan yaxın qonşu yaxşıdır, yəqin ataların bir sözü var. Yəni biz Hacı ilə demək olar ki, bir neçə ildir Hacını tanıyırıq. Allah onu qorusun, Allah ona can sağlığı versin. Bugün Hacının 60 illik yubileyidir. Allah ona ömür versin. Həqiqətən də sevinirik. Və mən istərdim ki, bir nüansı qeyd edim. Əlbəttə ki, mütləq mənim üzərimə düşən bir öhdəlikdir. Hacı ilə bərabər olaraq bizim Fatma kəndində bir çox dahi sənətkarlar olub, əlbəttə ki, onların adını qeyd etməliyəm. Həsən əmi olub, Allah ona rəhmət eləsin. Yəni, mən bu yaxında bir film çəkirdim Fatma haqqında, kəndim haqqında və Hacıya da söz vermişdim, əlbəttə ki, Hacı İlham da orada fikirlərini bildirmişdi. Orada da mən Həsən əmi haqqında danışdıq və ondan sonra bizdə məşhur Qarmançan olub, yəqin onu da tanıyarsınız, Çorəhət adında. Və Allah ona da rəhmət eləsin. Yəni, bir çox sənətkarlarımız var, Əli dayıya Allah rəhmət eləsin, onun da ruhu şad olsun. Və Nağraçalan Rasim əmimiz olub, Allah ona da rəhmət eləsin. Əmi, sən xoş gördük. Hər vaxtınız xeyir olsun. Allah sənə var eləsin, Allah sənə can sağlığı versin. Həqiqətən də bizim demək ki, toylarımızın, düğünlərimizin bəzəyi sənsən də. Var olasın. Və Hacını istərik təbrik edəsən. Həcini ürəkdən, sidqi ilə, qəlblə təbrik edirik. Allah Teala ona 100 illiyini qismət eləsin. Biz də ətrafında olaq inşallah. Amin. Qısa, lakanik, vaxtımızda çox alıram. Sən də çox sağ ol. İnşallah burada yox. Sən də çox sağ ol ki, belə anları işıqlandırırsan və bizim qardaşımızsən, lap yaxşı. Allah sənə var olasın. Əm xoş gördük sizi, var olasınız. Allah sizi var eləsin, Allah canınızı sağ eləsin. Sən bizim kəndin necə elə müasir ziyalı, zaman uşaqlarına fəxr eləmişəm ki, bizim kənddən sənin kimi ziyalı oğlan, fəxr olmaq olsun. Allah sənə can sağlığı versin. İlham qardaşım, biz daha bəlkə də 45-46 idi qədişdə eləyirik. Allah ona can sağlığı versin. 70 yaşını, 80 yaşını qeyd eləsin. Allah Teala bizim qovumlara, bizim kəndlilərimizə, bizim hamımıza birinci növbədə can sağlığı versin. Var olasın. Şadlıq, tək şadlıqlar olsun. Şadlıqlarda şad oldum. Var olasın. Hacı, Allah sənin canını sağ eləsin, ad günü mübarək olsun. Allah ömür versin, Allah can sağlığı versin. Ürəyində nə arzuları var, Allah Teala yetirsin yerinə. Can sağlığı, uzun ömür, xoşbəxtçilik. Amin. Sağ olun. Buyurun, siz də. Hacı ilə bir uşaqlıq dostuyuq. Aha, Allah kömək olsun. Lap belə musiqi sənətində 17-16 yaşlarının yaşıdır. Bir yaş məndən böyük. Və Həcini yaxşı oğlan kimi tanıyıram. Sənəti göz qabağındadır, yaxşı sənətkardır. Azərbaycan dilində klarnet çalır.
azdır da bilirsən, Azərbaycan dilində klarnet olan, Azərbaycan ləhcəsi ilə. Həcə can sağlığı arzusu deyirəm. Qalan hər şey var. Var olasın. Can sağlığı olsun kifayətdir. Sizlər də təbii ki, edə bilərsiniz. Həzi mənim atamın tələbəsi olur. Ağakərim Fatma Ali. Allah. Ben onunla xala nəvəsi bilirdi. Qohum ağrabı. Canciyər. Buyurun. Fürsətdən istifadə edib. Həcini təbrik edirəm. Allah ona can sağlığı versin. Uzun ömür. Uşaqları xoşbəxt olsun. Amin. Həzi ilə mən deyərdim ki, bir cavanlıq ömrümüzü keçirmişik də. 18 ildir mən Həzi ilə çiyin toylarda iştirak edirəm. Hələ toyların içində mən tanış olmuşam Həzi ilə. Həzi doğrudan da layıqlı insandır, gözəl insandır. Allah ona ömür versin. Sağ olasın. Öpürəm onu, sağ olsun. Allah can sağlığı versin. Həzi həm yaxşı insandır, həm yaxşı sənətkardır. Amin. Elə adam var yaxşı insandır, yaxşı sənətkar ola bilmir. Elə adam var yaxşı insandır, yaxşı sənətkar. İkisi bir yerdə olmaq çətin məsələ. Var olasın. Həccə qismət olur, Allah görür. Hər zaman gözəl günlərdə görüşək. Allah səni var zamadan. Xoş gördük səni. Allah sənə can sağlığı versin. Bir dənə sizə hacını təbrik edəcəm. Həzir 100 yaş. Arzu edirəm, qardaşımdır, ikisi qardaşımdır. Allah can sağlığı versin. Göz olsun. Amin. Amin. Nurəddin əmi bizim toylarımızın demək olar ki, əjdaxasıdır. Bir çox toylarda bunu görürsünüz ki, bu Fatma toylarında, Bakı kəndlərində Nurəddin əmi orada olmalıdır. Əmican, nədir bu günləri? Menyumuz nədir? Menyu, Aha. qovurma. Qovurma. Göstər bir dənə. Zami, yaxınlaş zəhmət olmasa. Qovurmanın kartofu var. Ay maşallah. Əla, əla. Allah sizə can sağlığı versin. Var olasınız. Aha. Soğutma. Əmican, göstər soğutmanı. Göstər soğutmanı. Vay. Ay maşallah. Bunu şeylə immunitet deyə başlayaq. Süper. Əmi bir dənə də Fatma'yı bozbaşını göstərsin. Vay. Getdin. Möhtəşəm. Ay maşallah. Ha, bu başqa şeydir də. Bu başqa şeydir də. Zinlərim var. Zinlər də var. Əmi onu da göstərməlisən mütləq. Keçək onu da göstərək. O zinlərə bax. Əmi bu dananın harasıdır? Harasından hazır olunur? Ayaqlarından mı yoxsa? Başqalarından. Qollarından da. Qollarından. Oo, bu başqa bir şeydir ha. Həzi bu başqadır da oradan da. Vay. Süper. Ay Nurəddin əmi, mən sizə əmri bir dənə sual vereyim. Eşitmişəm toyların qiymətini qaldırmışsan 1500-ə kiminə qaldırmışsan? Mən razılıq yox. Razılıq. Kasıba gedirəm. Kasıba 1000 lira, 10 dənə 100'lük. Gözəldir ki, aşağı olar dün qurbandır. Toy axşamı da havayı. Çin ürəyi var. Belə toy axşamı havayı biz gördüm bilirsən. Bəli. O başqa yerdə 200-300 manat gedələr, mən havayı. Bu mən istəyirəm ki, o cəmaatın ürəyi olsun. Ay sağ ol. Allah razı olsun. Başqa cür istəmirəm. Ürəyi olsun ki, mən üçündür. Mən deyəni alsın, versin, çəkilsin, baxsın, qırağa. Əhsən. Amma pul olanlar diqqətli. 20 dənə 100'lük. 20 dənə 5'lik. Çox. Öpürəm əmizcan, səni var olasan. O gün olsun 100 illiğin qeyd eləsin inşallah. Allah can sağlığı versin. Allah var eləsin. Allah sənə canını sağ eləsin. Var. Hə, xoş gördük sizləri. Qardaş, sən də demək olar ki, hər zaman zəhmətini çəkirsən toylarda. Allah səni var eləsin. Sənin heyətindir bu. Bəli qardaşım, Şurdaxan Şadlıq evi, yəni toy yeri, Nafiqənin yeridir. Yəni hər zaman qulluqlarında. Bir 25-30 nəfər heyətin var maşallah. Maşallah olsun var. 100-ə yaxındır. Ay Yəni kim maşallah. istəsə qulluqlarında hər bir yerə. Bütün Bakı toylarına gelirsiniz də. Bəli, Bakının 30 kəndinə. Yəni sifarişlər olur. Bəli qardaşım. Qiymətlər də münasibdir. Bəli, heç var yox. Əhsən. Allah var eləsin. Əziz dostlar, hər kəs tövsiyə edirəm ki, qardaşımızla əlaqə saxlasınlar. Əlbəttə Zeynal. Zeynal qardaşımızla əlaqə saxlasınlar. Bakımızın hər 32 kəndinə demək olar ki, dostlarımızla gedirlər, kollektivi ilə fəaliyyət göstərirlər. Allah sizi var eləsin. Allah sizi var eləsin qardaşım. Çox sağ ol təklifə görə. Allah sənə ömür versin. Bu nə bilim toylardan əsir olmayasan inşallah. Allah sənin qardaşlıq versin. Hər zaman toylarda. Var olasın. Sağ ol. Var ol. Allah Həzi Ramazan sağlığı versin. Uzun ömür, xoşbaxtlıq versin. Həzi ham yaxşı oğlandır. Dostluqdan, qardaşlıqdan əski eləməsin onu. Amin. Dedik, Allah can sağlığı, sağlam, bərəkətli ömür qismət eləsin. Canı sağlam olsun. Allah dostluqdan, böylükdən istəyir eləməsin inşallah. Allah can sağlığı, həmçə xeyirli işlərdə. Allah Həzi İlhama da can sağlığı versin.
Allah var olsun. Təbrik edirəm. Xoş gördük Səmi, var olasın. Sağ ol, Sağ sağ ol. olasın. Həmişə burada gözəl günlər keçirilsin. Sağ ol. Nafiq əmin məkanıdır. Kürdaxanaya gəldilər, öz məkanımızdır. Həmin də bizim canımız yerimizdir. Allah mübarək eləsin. Amin. Həmişə şadlıqlarda çəkəsən. Var olasın Səmi. Allah can sağlığı versin sizə. Həmişə gözəl günlərdə. Allah ömür versin. Allah köməyin olsun. Vaxtına xeyir işləri görür. Allah sana da can sağlığı versin. Allah köməyin olsun. Həmişə gözəl günlərdə. Sağ ol. Xoş gördük səni. Allah sənə can sağlığı versin. Çox sağ ol. Sən bizim dəyərli qardaşımızsan. Səninlə biz həmişə qürur duyuruq. Sən həqiqətən də dağ günündə, çətin günündə həmişə Hacıya zəng vurur ki, Hacı dağ günün qardaşıdır. Yəni şal gündə olsa hamısı sənin yanındadır. Amma dağ gündə kimlər yanındasa o sənin vərəqində olur həmişə. Hacı demək olar ki, mənim bu festival məsələsində mənim böyük dəstək olan adamlardan biridir. Allah onu var eləsin. Allah sənə də can sağlığı versin. Həzilham qardaşımıza can sağlığı versin. Amin. Oyun olsun o 80 illiyinə yığışır. Amin inşallah. Subayların şadlığında. İnşallah. Allah mübarək eləsin. Sənin kameramız həmişə gözləyir. Allah səni var eləsin. Sağ ol, var olasın. Gözəl günlərdə, şad günlərdə. Çox sağ ol, Var olasın, var olasın. İsmail ne dersiniz? Hoş gördük. Allah can sağlığı versin. Allah ömür versin. İsterdim ki Hacını bir təbrik edə. Allah səni var eləsin. Şükür, yaxşı. Hacıya heç olmasa bir 100 yıl ömür arzu edirəm. Bugün 62 illiyidir. Allah sizə də can sağlığı versin. Təkələ şadlıqlarda görüşəyik. Amin. Bilirsən, adam evdə oturanda biraz şey olur. Gün çox belə bir mötəbər məclisdir. Allah sizə də can sağlığı versin, qardaşlarımıza da. Var olasın. Çox mübarəkdir. Əcin bir daha təbrik edirəm. İsmail əminin nağara sənətində böyük zəhməti var. Nağaranı sevdirən insanlardan biridir ya. Həqiqətən də, yəni insanları o sənətdən küstürməyib də. Bu insan nağaranı sevdirib. Allah onu var eləsin.
təbrik ki, biz İlhamın xətrini dünyalar qədər istəyirik həcini. Allah ona can sağlığı versin. Allah Taala ona nə arzuları var, Allah onu yetirsin. Allah canını sağ olsun inşallah. 70 illiyinə, 80 illiyinə, 100 illiyinə inşallah. Allah sizə can sağlığı versin. Var olasın. Allah ömür versin, Allah o can sağlığı versin, Allah o qardaşlıqda nəsib eləməsin. Amin, amin. Bütün Neftçaladan izləyən dostlarımızı salamlayıram buradan. Neftçalalı qardaşlarımız çoxdur, var olsun. Çox. Allah sənin can sağlığı versin. Aşəmin həqiqətən də bu sənətçinin böyük rolu vardı, sənətdə böyük zəhməti vardı və istədik ki, səni təbrik Bunların babası mənimdir. Allah səni vursun. İlham da Hacı İlham. O da bizim həmkarımızdır. Biraz öncələr mən dedim. Çox sadə, böyle gözəl insandır, yaxşı sənətkardır. Nə diyeyim, Allah ona 80, 100 illiyi qeyd eləsin. Amin. Bütün arzuları. Allah sana can sağlığı versin. Her zaman Təbrik edirəm onu. Sizin hamınız təbrik edirəm. Belə günlər keçirmək hamımıza xoş gəlir. Xoş gördük sizləri. İstərim mən siz də təbriklərə qoşulasınız. Allah mübarək olsun. Aydın olsun, maşallah olsun. Neçə belə illərə çıxsın inşallah. Dostlaşmayla bu məğlub edin. Şəxsən biz söylüyoruz ki, kendimize çay kimi İlham gibi sahipleri var. Var olasın. Allah canım sağ olsun. Emblemisiz. Fatma'nın tanıtı Abşalon'da. Ön aliyettir. Atamızın gözü aydın. Var olasın. Yaşın çok yaşın. Allah sağ olasın. Allah canım sağ olasın. Həcinin ürəyində nə qədər arzuları var, hamısına elə amin deyə bəs eləyirlər. Yəni, Allah var eləsin. Allah can sağ olsun, Allah ona can sağlığı versin, qalanı da ki, Allahın gedişatını inşallah. Allahın məsləhətini öz gedişatını. Amin. Nuş olsun. Nuş olsun. Kanı bazini emsal eskimizi sökürler. Biz döyüyen o evleri dağıtıplar toz edipler. Yerine çok mertebeli göydelen bina dikipler. Ey benim dertli bacım,
Hacını bayağı təbrik elədin, yenə təbrik edirəm. Nə yaxşı ki, hacı kimlər var. Böyle bir günde bizi yığırlar bir yere. Bugün musiqiçilərin bayramıdır. Ələlxüsus klarnet ifaçılarının bayramıdır. Herkesten gəlir, öz sözünü deyir, öz sözünü deyir. Həm də ki, çoxdan görmədiyimiz dostları, musiqiçiləri ilə də görüşürük. Görürük bir-birini. Allah razı olsun ondan. Allah onun canını sağ olasın. Allah canına değmesin. Sağlam ömür sürsün. Ne kadar Allah ömür verib ona sağlam ömür sürsün. Mən Zirədə olmuşdum. Zirəlilərin həqiqətən də qonaqpərvərliyini gördüm. Allah sizə can sağlığı versin. Həqiqətən də sizinlə bizim ünsiyyətimiz oldu, bir çəkişimiz oldu. Allah sizi hər zaman zirvədə eləsin. Mən sizlə qürur duyuram, fəxr edirəm. Var olasın. Thank you.